Axşamınız xeyir əziz futbol həvəskarları. Bugün yenə möhtəşəm bir oyun var. Gördüğünüz kimi artıq oyun çox böyük təzyiqlərlə başlayıb komandaların bir-birinə qarşı. Turan Cavidə ötürmə gəlir Qulamdan, Qulam irəliləyir, Qulamın ötürməsi iltifada qarşısını kəsirlər, Orxan ötürməsi Orxana və burada top itirilir, amma top yenə Turanda qalır, top ötürür Cavidə, Cavidin ötürməsi iltifatın ötürüm zərbəsindən sonra Sənan qapıdadır, top seyrindən çıxır, ötürmə Valeri top ötürür Orxana, Orxan götürür, aradan ötürməsini verir, Xəqani və gol. Hesab çox tez açıldı. Top Cavid'dədir. Rüstəmə gəlir top, Rüstəm ötürür Cavidə, Cavid yaxşı sıyrıldı. Topu meydanda da saxlayır, geriyə getməli olur. Ötürməsini verir Rüstəmə. Rüstəm aradan ötürməsi qeyri-dəqiq. Sən ötürür topu Sənana, Sənan Orxan Süleymanlıya. Süleymanlı Hüseynə qaytarır. Hüseyn ötürür Xəqaniyə, Xəqani geriyə, Valeri'nin ötürməsindən sonra top Rüstəmdə qalır, Rüstəm irəliyir, Rüstəm sürətliyir, Rüstəm ötürməsi verir, iltifat, ötürmədə qeyri-dəqiqlik və top Caviddə qalır. Cavid aradan ötürməsini verir Turandan öncə Süleymanlı topu meydançadan kənara vurur. Aradan ötürmə Rüstəmə, el arasında Kante ləqəbli Rüstəm. Rüstəmin ötürməsi haraydı, niyə idi, nə üçün idi bilinmədi, amma top onlarda qalır. Və yenə də eyni ötürmə burada maraqlı bir. Cavid topu götürür, Cavid Turanın zərbəsinin qarşısında müdafiəçilər kəsir. Dəqiqliklə desək Valeri. Və top Caviddən meydançanı tərk edir. Süleymanlı topu ötürür Valeri qaytarır Süleymanlı Rüstəmli topu ötürür Xəqani qarşısını kəsilir, amma top 50 oyun var idi burada. Toplarda çip var, çipdə bilindi ki, əlinə dəyib top. Dünya çempionatının yenilikləri. İltifat topu yaxşı saxlayır, iltifat gözləyir, geriyə götürür. Turan iltifat qaytaracaqmı? Qaytarır. Turan zərbə indirəcəkmi? Turanın zərbəsi Xəqani kəsir qarşısına. Qapıya zərbə. Top güllə sürəti ilə qapının üstündən keçir. Top Sənanadır, Sənan uzun ötürməsi Xəqani də Rüstəm də buraxdı, Xəqani də buraxdı, amma sonda Xəqani ayağı ilə də olsa topu vurdu və top göydə bir neçə saniyə qalandan sonra düşür yerə. Qulam, Turan, Rüstəm sürülür, Rüstəm top itirəcəkmi? Rüstəm İradlar gəlir passız oynadığı üçün Rüstəmə. Rüstəmə ötürmə gəlir. Rüstəm irəliləyir, Rüstəmin ötürməsi. İltifatdan qabaq
Valeri top ötürür Orxana. Orxan Xəqaniyə. Xəqani Orxana qaytarır. Orxan zərbəsi olacaqmı? Son anda daha bir zərbə. İlkin. Cavid irəliləyir. Cavid sıyrıldı. Cavidin zərbəsi Sanan yerindədir. Ötürmə. Rüstəm ötürməsi Turana. Turan Rüstəmə qaytarır. Rüstəm hələ ki pasla yaxşı gedirlər. Uzun ötürmə. Valeri bugün keçilməzdir. Çox gözəl ötürmə verir Valeri, amma son anda İlkin imkan vermədi. Sanan topu ötürür. Top Valeri'dedir. Valeri'nin ötürməsi. Xəqani oturur. Sıyrılır Xəqani. Çox pis ötürməydi. Qulam başlayırında oyna. Turan ötürür topu. Turan qaytarır Qulama. Qulam. Cavid Turana. Tiki-taka gedir. Rüstəm az qalsın top itirirdi. Amma top Rüstəmlidən çıxır. Bəli. Gücü nümayişi gördük Orxan Rüstəmlidən. Və burada top itirirlər. Topu saxlaya biləcəkmi? Saxlaya bilmir. Qulama ötürmə. Qulam. Top kimdən çıxdı? Top Orxan Süleymanlıdan çıxdı. Qulamın ötürməsinin qarşısını Süleymanlı kəsir. Süleymanlı topu meydançana çıxmağı qoymur. Yaxşı çıxırlar burada. Və bir-birlərinə mane oldular. Çox yaxşı hücum qurula bilərdi. Rüstəmli başa düşmədi. Xəqanini Turan ötürməsi. Yenə də Valeri kəsir qarşısını. Valeri bu oyunu kesilməz dediyim kimi. Xəqaninin zərbəsi hədəfi nişan aldı. Bir dənə də çəkilib bunu, hədəfi nişan aldı. Geriyə Süleymanlıdan Hüseyn top ötürür Xəqaniyə. Xəqani Valeriyə. Valeri riskli hərəkətlər. Sanan ötürür topu Rüstəmliyə. Rüstəmli çox pis ötürmə. Və burada Rüstəm də topu itirir. Top da Caviddən çıxdı. O qədər sürətli oyun gedir ki, rejissorlar tuta bilmir topu. İltifat və qol gəldimi? Yox, orada nə baş verdi? Top Sananda qaldı. Sanan qapıcı oyuncu kimi irəli keçir. Ötürməsi isə elə hiss olur ki, qapıda dursa yaxşıdır ötürmədən. Outdan top oyuna daxil etdilər. Sarılar qapıya zərbə, qapı dirəyi qoldan xilas edir sol cinahda yanan komandanı. Cavid ötürməsini verir Turana. Turan qaytarır Qulama. Qulam Turana. Və indi çıxa bilərlərmi? Çox pis ötürmə yenə Rüstəmdə. Rüstəm bugünkü oyunda Xəqani topu çox pis qəbul elədi. Bəli. Turanın zərbəsi Sanan yerindədir. Orxan Rüstəmli sıyrılmağa çalışır. Top kimdə qalacaq? Rüstəmli və top Qulamdan çıxır. Qulam ötürməsinin qarşısını Cavid kəsir. Cavid topu ötürür. Çox belə yüngül ötürmələr verirlər bir-birlərinə. Ona görə top dərhal keçir sarı komandaya. Yaşıl komandaya. Sanan gözləyir, Sanan onu çoxdarır. Sanan bilmir kim ötürsün. Sanan sonda Valeri ötürəsi oldu.
Golün ötürülməsi Qulam. Rüstəmin zərbəsi. Qeyri deyil. Və burada çox pis top itirirlər. Cavidin zərbəsi yönüdür, son yerindədir. Son yerində də Turan zərbə endirə bilərmi? Turanın zərbəsi yenə də Valeri. Dəqiq top meydançanı tərk edir. İkinciden zərbədən topu oyuna daxil edəcəklər. Turan oyuncu axtarır ötürməyə. Turan bilmir kimi ötürsün. Turan ötürməsi Cavidə. Cavidin zərbəsi top yandan toru sirkələyir. Və indi top dirək kimdə qalacaq? Sənan ötürməsini verir Xəqaniyə. Xəqaninin qarşısı bomboşdur hələ ki. Xəqani sağa ötürmə verir. Valeri top ötürür Süleymanlıya. Süleymanlı Valeriyə qaytardı. Top Caviddə qalır. Dərhal iki Orxanlar sıxışdırırlar Cavidi. Burada isə Xəqani Turandan topu alır. Xəqani ötürməsi Valeriyə. Valeri çox gözəl ötürməkdə, amma İlkin yerindədir. İlkin bütün bu planı pozdu. Və burada Orxan Rüstəmli iltifat onu arxadan sıxışdırır və top axırda itirilir. Cavidin ötürməsindən sonra top Süleymanlı Orxana dəyib meydançadan kənara çıxır. Ötürmə verməyə adam tapmır Cavid. Cavid kimi ötürəcək topu. Cavidin ötürməsi Rüstəm yenə də top meydançadan çıxır. İkinciden zərbəni bu dəfə Qulam yerinə yetirəcək. Xüsusi ev tapşırığı varmı? Cavidin zərbəsinin qarşısını yenə Valeri kəsir. İltifat zərbə indirir. Bütün zərbələrin ətdən divar hörüblər. Qulam ötürməsinin qarşısı kəsilir. Xəqani irəliləyəcək. Xəqani sağcına gəlir. Xəqani sıyrıldı. Xəqani aradan kimsə ötürmə vermək istəyirdi. Süleymanlı qaçırdı, amma görmədi Xəqani onu. Və top meydançanı tərk edir zərbədən sonra və indi. Burada səhv oldu. İltifat ötürür. Rüstəm qaytarır topu Qulama aradan Cavidə. Cavid Turana ötürmür Rüstəm yenə də Səman yerindədir. Burada top baxırda sonunda Valeridə qalır. Valeri'nin ötürməsi Xəqaniyə. Xəqani aradan ötürür Süleymanlıya. Süleymanlı və gol. Yenə də iradılar gəlir bir-birlərinə. Komanda yoldaşları arasında çaxnaşma yaranıb. Buraxılan qollardan sonra 0-2 hesabı ilə sarı sualtı qayıqları gördüyünüz komanda önə keçir. Ötürmə aradan top Caviddə qalır. Cavid ötürməyə adam tapmır. Cavid özü sıyrılmaq istəyir. Süleymanlıdan sıyrılsa da yaxşı ötürmədi və son anda təkbətək qalan Rüstəm hesabı arasındakı fərq azalda bilərdi. Amma bunu yenə də edə bilmir. Sənana bugün gol girmir. Sənan bugün gol buraxmır. Sənan bugün Kapoverdinin qapısına dönüb. Hüseynin ötürməsi Süleymanlı topu götürə bilmədi. Qulam dərhal ötürür topu Xəqani topu qarşısını kəsir. Cavidin irəliləməsinə icazə vermir. Top kimdə qalır? Bəli, Qulamdadır. Qulamın zərbəsi yenə də Sənan yerindədir və Sənan topu götürür. Ötürməsini verir Rüstəmliyə. Rüstəmliyin ötürməsi Xəqaniyə. Xəqani boş qapı və sonda
sonda Cavid boş qapıdan topu xilas edir. İltifat irəliləyir. İltifatın ötürməsi Qulamı. Qulam yenə də Sənan yerindədir. Sənan, Unai Sənan bu gün İspaniyanın qapısına dönüb. Zərbə qarşı ötürməkdir bu. Xəqani irəliləyir. Xəqani Rüstəmli və mükəmməl bir gol izləyirik Rüstəmlidən. Çox gözəl bir gol idi bu. Çox gözəl bir paraşüt zərbəsi ilə hesab 0-3 olur və yavaş-yavaş komandalar arasındakı hesab fərqi artır. Görək bu komanda özünə gələ biləcəkmi? Cavid bilmir kimi ötürsün. Cavidin ötürməsi kimi olacaq? Maraqlıdır. Qulam ötürür topu Rüstəmə. Rüstəm Qulama qaytarır. Qulam zerilir. Qulamın zərbəsi top. Yenə də Hüseyndən çıxır. Kücdən zərbədən topu onu daxil edəcəklər. Kücdən zərbədən başqa hərəkət qazana bilmir bu komanda. Ötürmə kimə gələcək? Ötürmə sadəcə olaraq Xəqaniyə gəlir və Xəqani topu itirir. Cavidin zərbəsi yenə də Sənan və Sənan qurtarışında hayqırışlarla qeyd edir. Daha bir zərbə baxır ki gol gəlir. Qapıya dalbadal zərbələrdən sonra hesab arasındakı fərq 2-2-yə enir. Tablonu da görürük indi biz. Tablo dəyişəcəkmi? Tablo dəyişirmi? Tablo dəyişməlidir artıq. Tablonun dəyişmək fikri yoxdurmu? Və tablo dəyişdi. Birdən-birə 2 gol. Və düzəldi. Sənan. Süleymanlı sıyrılır. Süleymanlının ötürməsi Xəqani, Rüstəmli son anda uzaqlaşdırırlar və top meydançanı tərk edir. Qapı vuruşu ilə yenidən Sənan oyuna başlayır. Valeri geriyə. Hüseyin ötürməsi aradan çox yaxşıdır. Süleymanlı qaytaracaqmı? Süleymanlı qaytarır. Turan ayaq sayıq idi burada. Cavidin zərbəsi sadəcə olaraq. Burada qəribə bir şey baş verir. Sənan topa çatsa da topu vurur. Top Süleymanlı Rüstəmliyə də meydançanı tərk edir və yenidən Cavid topu ona daxil edəcək. Cavidin ötürməsi. Başla zərbə. Zərbə deyildi bu, qaytarsalar da. Və Süleymanlı topu ələ keçirir. Topu ötürür Xəqaniyə. Xəqani ötürmə səhvdir. Və az qalmışdı ki, Rüstəmli hesabı 4-1 etsin, amma daha bir zərbə yenilsən. Operatoru döyürlər, operatoru topla vururlar. Xəqani. Qulam topu ələ keçirir. Turan pauza verir. Turan topu ötürür Cavidə. Cavid qaytarır Qulama. Qulam. Sənan yerindədir. Xəqani topu bitirir. Daz qalsın toplarını meydançanı tərk edir. Hüseyin. Bırakır bu Rüstəmli zərbəsi. Meydançanın mərkəzindən endirməyə çalışdı, amma top yan keçir qapıdan. Cavid top ötürür. Cavid irəliləyir. Cavidin ötürməsinin qarşısını kəsir Valeri və Süleymanlı. Burada qayda pozuntusu. Cərimə zərbəsi
zərbəsi təyin olunur. Canlı sədd qurulur. Birbaşa vaqia zərbə olacaq deyəsən. Çünki uzun bir məsafədə geri çəkilir. Cavidin zərbəsi. Top azacıq fərqlə qapının yanından keçir. Və burada Rüstəm topu götürür. Rüstəmin ötürməsi və artıq qayda pozulur. İtələdiyini bildirir İltifat Orxan Rüstəmlinin onu. Görmədim. Görmədim, vallahi görmədim. Əlinlə itələdin? Heç görməmiş, onun bədənini geçmiş. Onda yox idi. Top sınırından beri səni tərk edir. Cavid iltifata ötürə bilər. Yox, Turan'a ötürür. Turan topu itirir. Daha bir itirmə və top burada bir-birlərinə ötürmə verirlər. Xəqani zərbəsi. Sadəcə olaraq Xəqani zərbəsi. Başqa heç nə. Rüstəmin uzun ötürməsi. Baxırıq möhtəşəm ötürmənin müəllifi. Valeri'nin ötürməsi Süleymanlı'ya. Süleymanlı ötürür. Hüseyin. Az qalsın top itirirdi, amma itirdilər. Turan ötürməsi və yenə də gəlirlər qapının ağzına qədər Sənanı kəsə bilmirlər. Sənan yenə də o qapıcı oyuncu kimi irəli çıxır. Ötürməsini verir Xəqaniyə. Xəqani geriyə Valeri uzun ötürmə verəcək deyəsən, amma göstərdi, vermədi. Divar paslaşmaları və top Rüstəmli Orxandan meydançanı tərk edir. Cavid topu pis ötürdü. Xəqani zərbəsi və gol. 1-4. Xəqani Abbasov hesab arasındakı fərqi bir daha da yenə artırır, 3-ə qaldırır. Cavid. Bu arada Cavid bütün komanda yoldaşlarını üzr istədi etdiyi səhv ötürməyə görə. Uzun ötürmə irəli. Valeri. Rüstəmli. Çox yaxşı ötürmələr edir bir-birlərinə, amma sonda ilkin yenə də bu planları pozur. Valeri çox gözəl ötürmə. Top qapının üstündən keçir və dərhal əks uzunma keçirlər. Ötürmə kim olacaqmı? Turan qarşısında Süleymanlı var. Geriyə. Oyunda durğunluq var. Oyunda temp ölüb. Oyundaki temp o değil. Valeri. Hüseyinin ötürməsinin qarşısında İltifat keçir. Süleymanlı dərhal uzun ötürmə vermək istədi. Top Valeri'də qalır. Valeri ötürmə verəndə bulunma dəyər top qalır Turanda. Turan aradan ötürməsi. Cavid yenə də hayqırışlarıyla, qışqır bağırıyla seyv edir Sənan Cəfərov. Uzun ötürmə.
Çox yaxşı ötürməkdi, dəyərləndirmədi Rüstəm Salayev. Salayev qapıya sala bilmədi topu. Xəqani, Valeri ötürməsin verir. Valeri qaytaracaq mı? Valeri zərbəsi. Yandan topu silkələyir top. İlkin dərhal ötürməyə verir Turana. Turan sıyrılacaq mı? Sıyrıla bilmir, amma toplarda qalır. İltifat Qulama ötürməsi, Qulam topu saxlaya bilmir. Xəqaniyə gəlir top, Xəqani top küncdən zərbə olacaq. Aradan ötürmə, Cavid topu alır, Cavid arxadan gəlir, Xəqani top saxlayır. Sol cinaha, Turan, Qulam ötürür, Cavidin sol ayaqla zərbəsi. Qeyri-dəqiqdir, dərhal başlayır Sənan, qarşısında iltifat var yalnız Rüstəmlinin, Rüstəm də gəldi və topu aldılar mı, ondan yox ala bilmirlər. Topu ala bilmirlər, sonda aldılar. Turan topu ötürür Cavid, Rüstəm yenə də Sənan yerindədir. Sənanın bugün hardasa 11-ci, 12-ci qurtarışıdır artıq. Top kimdə qalacaq? Turan ötürməsi, iltifat artıq bunu vurmalıdır. Bunu da vura bilmir və Xəqaniyə ötürmə gəlir Sənandan. Sənan irəliləyir, Sənan ötürməsinin qarşısını Rüstəm kəsir. Yenə də qapı dirəyi. Bugün Orxanın vurduğu ikinci zərbədir ki, qapı dirəyinə dəyir. Cavid irəliləyir. Cavid sıyrılacaq mı? Cavid sıyrılır. Cavidin zərbəsi yenə də Sənan. Gücdən zərbə olacaq. Yox, altdan top olacaq. Top göydən meydançanı tərk elədi. İstəm. Rüstəm, Cavid Rüstəmə qaytaracaq mı? Cavid irəliləyir, Cavid və axır ki komandasının və özünün ikinci qolunu vurur Cavid. Özü həll etmək istədi, özü həll edir bunu. Top arasında, hesab arasındakı fərq 2 inir və biz daha maraqlı oyun izləyəcəyimizi ümid edirik bundan sonra. Çünki hesab 4-1 oldu, sönük oyun gedirdi. Su fasiləsi elan olunub deyəsən. Hydration break bitdi. Rüstəm topu götürür. Cavid Rüstəmə qaytara bilərmi? Qaytarsa da Süleymanlı oxudu bu ötürməni. Və burada Cavid topu alır Valeridən və burada qayda pozuntusu qeydə alınır mı? Yox. İltifat və top Hüseyndən meydançanı tərk edir. Left back bugün yaxşıdır sarı komandada. Hüseyn sol cinahdan top buraxmır. Turan qapı dirəyi. Axsıyır, Cavid zədələnib deyəsən. Valeri'nin ötürməsi Rüstəmli topu saxlasa da Qulam alır ondan topu. Turana gəlmədi top. Valeri riskli hərəkətlər edir. Valeri Hüseyin ötürür. Hüseyin uzun ötürmə. Bəli.
Dəyərli fikirlər, dəyərli məsləhətlər gəlir. Dəyərli məsləhətlər izlədik. Sırla bilmədi. Bunlar bizim için çocuk oyuncağı. 150 kilo. Topun orası yok. Aradan ötürmə. Rüstəmlinin zərbəsi yenə də qapı dirəyi. Yenə də qapı dirəyi. Onun artıq 3-cü qapı dirəyi zərbəsidir. Daha bir zərbə. Aradan ötürmə alınmadı. Süleymanlı əlli oyun yoxdur burada. Xəqani. İlkin Bağırov. Daha bir zərbə. Top bilinmir kimdədir. Çənilməz zərbəsi təyin olunur. Çənilməz zərbəsi təyin qapçı xəttdən kənarda topu əlinə götürdüyü üçün hakim rəhm elədi, qırmızı vərəqə vermir çünki ikinci qapçı yoxdur. Və gol! Yatdılar, dayandılar, gözlədilər və bundan da istifadə elədi. Dərhal ötürmə verdi Rüstəmli və Valeri də Dinamo Buxarestdən transfer olunan Valeri. Savcınaha Rüstəmin zərbəsi top Rüstəmdə qalmadı. Top Rüstəmin əlinə də dəydi hətta. Savcınaha Rüstəmli Orxan. Rüstəmli Orxanın ötürməsindən sonra İbrahimovic sayağı zərbə indirmək istədi. Sonda 3 səfər Rüstəmdən top ala bildi. Rüstəm agresiv oynadı. Rüstəm əsəbiləşib. Rüstəm agresiv futbola üstünlük verir. Cavidin zərbəsi Sənan yerindədir. Ötürmə kimi olacaq? Aradan top iltifat indi. Top oyuna daxil edəcək. İltifatın ötürməsi Rüstəmin zərbəsi və dərhal başlayır Sənan. Sənan Rüstəmli ağzının içi ilə topu xilas edir İlkin. Və inanılmaz boş qapıya Turan zərbəni dəqiq yerinə yetirə bilmədi. Müəmmalı hadisələr baş verir bu meydanda. Və gol 6-3-2. 6-2. Nə baş verir? Paranormal hadisələr baş verir. Qapçı yerində deyil, qapçı hücumda idi. Türmə gəldi, Turana boş qapıya vura bilmədi Turan və əvəzində isə hesab 6-2 oldu. Turan irəli atıb topu. Turan geriyə türmə edəcəkmi? Hələ də top Turandadır. Xəqani Abbasov sonunda topu götürür. Qapının boş olduğunu hiss edib Xəqani qapıya yüngül zərbə endirmək istədi, amma Turan topun qarşısını kəsir. Rüstəmin zərbəsi. Top Hüseyni dəyib meydançanı tərk edir. Geriyə atılma Cavidin zərbəsi top Xəqaninin belindən düz ilkinə qədər gəlib çıxır. Ulan burada top kimdə qalır? Rüstəm presik tətbiq edib ala bilərdi topu, amma tətbiq etmədi. Xəqani Rüstəmli Orxan və gol 3 qapı dirəyli zərbədən sonra axır ki istədiyi qolu, bayaqdan gözlədiyi qolu vura bildi. Rüstəmli Orxan iltifat top itirir, Süleymanlı alır topu. Xəqani, Valeri
Xəqani. Rüstəmli. Top bitirilir. Süleymanlı ötürməsi Rüstəmli və qol. Rüstəmli qol. 8-2 olur hesab. Barcelona Bavariya oyununu biz xatırlayırıq. 8-2. Baxın, dünya futbol tarixində bir iki baş verəcək, görəylə baş verəcəkmi? Oyun boyu, bütün günü, bəli, futbol tarixində ilk dəfə baş verən hadisələri sizə qeyd edir, əməl tamaşaçılar. Gördüyünüz bu qapıcı qol buraxmayıb, 2 qol buraxıb, oyunun oyuncusu seçilə artıq avtomatik olaraq 8 qol buraxmış oldu. O 2 qol buraxmadan 8 qol buraxan yeganə qapıcı. Xahiş edirəm bunu yaxından çəkilir. Sənan Cəfərov 14 seyv edib 2 qol buraxa 8 qolu birdən-birə buraxmış oldu artıq. Cavid. Ulan. Cavidə ötürmə. Və yenə də yıxırlar onu. Valeri bu ikinci dəfədir ki, Cavidi zədələyir. Və Cavid indi cərimə zərbəsini yerinə yetirəcək. Təyin olunmuş cərimə zərbəsini aradan ötürmə kimə gələcək? Qulama mı? Sananın zərbəsi. Birbaşa zərbə. Daha da qeyd edim ki, 8 qol buraxan ilkində 2 qol buraxmış oldu. Xəqaninin ölməsinə imkan vermir Sənan. Bitirmə. Rüstəmli zərbəsi. Legionerdən irad gəlir Rüstəmliyə. Aradan ötürməz. İltifatın ötürməsi heç Süleymanlını keçə bilmir. İltifat geriyə ötürəcək. Sənan Cəfərov. İltifatın ötürməsi Cavid. İlkin. Turan zərbəsinin qarşısını Valeri kəsir. Okan Rüstəmli aradan çox gözəl ötürmə verdi. Və qol olacaqmı? Yenə də Sənan yerindədir. Sənan inanılmaz hadisələr baş verir və burada topu əllə saxlayırlar. Sənan mükəmməl qurtarışlar etdi orada həqiqətən. Cavid Qulam. Yenə də keçmir top. Süleymanlının zərbəsindən sonra top Cavidə dəyib meydançanı tərk edir. Top Rüstəmli Orxandadır. Rüstəmli Orxan ötürməsini aradan Xəqaniyə verir. Xəqani Rüstəmliyə qaytarır. Rüstəmli sağ şıxma zərbədən yenə qol vurmaq istədi, amma bu dəfə o deyil. Turan. Cavid Turana qaytarır. Turan Cavidə qaytaracaqmı? Sıyrılır özü və top meydançanı tərk edirmi? Yox. Amma Süleymanlı yerindədir. Rüstəmli Orxan top edir Süleymanlı isə tək toxunuşla ötürmə vermək istədi. Alınmadı. Dərhal ötürmə Qulam sıyrıla bilmir Hüseyndən. Hüseyin topu götürür. Hüseyin topu atacaq kimə? Xəqaniyadır. Xəqani Süleymanlı bomboşdur. Süleymanlı Rüstəmliyə buraxır. Sənan bugün inanılmaz şeylər edir. Cavid və sonunda topu Xəqani topu ötürür Rüstəmli Orxan Valeri Rüstəmliyə qaytarır. Rüstəmli zərbəsi Sənan yerindədir. Daha bir qeyri-centilmen hərəkət. Respektə yaraşmır. Xahiş olunur ki, respekt olunsun bir-birlərinə oyuncular. 39.
39. 20 dəqiqə var elə. Cavid. Bir-birlərini ötürmələr verirlər. İltifat! Bu qapıya keçən Levi aşinə dönür. Gol buraxılmır. Bu dəfə də İlkin yaxşı oynadı. Top Hüseyin'dədirmi? Hüseyin ötürməsi. Aradan Rüstəmli ötürməsi verir Xəqaniyə və gol. 2-9 olur hesab. 2-9 olur hesab. 2-9 olur hesab. 2-9. Bu artıq darmadağındır. Oturma, iltifat, adi bir epizodda səhvə yol verir. Oy, burada yaxşı divar ötürülməsi vermişdilər. Top sadəcə olaraq biraz sürətli gəldiyi üçün Xəqani Abbasov tapacada vermək. Xəqani Abbasov. Ötürmə, Rüstəmə. Rüstəm irəliləyir. Rüstəmin ötürmə deyildir. Qapıya zərbə idi. Nə edirlər bilinmir bu komanda. Ötürmələrdə çox səhvlər var, amma ikisində əvəzində isə sağ canaxdakı komanda çox gözəl ötürmələr verirlər bir-birlərinə. Aradan ötürmə, Valeriya gəlməli top, Sənan topu götürür, qapıcı oyuncu kimi göndərir, əli keçir Sənan, Sənan irəliləyir, Sənanın qırılması. Qapı boşdur və gol. Başla zərbədən sonra Xəqani Abbasov hesabı 2-10 edir, 12. Oyuncu dəyişikliyi baş verməli idi, amma baş vermədi. Burada ancaq oyuncu dəyişikliyi öz aralarında, komandalar arasında olur. Kənarda heç kim olmalı, ehtiyat oyuncular skamyası olmadığı üçün. Qulam, top qulamdan çıxır. Rüstəmli ilərləyir, Rüstəmli top itirilir. 12 udmaqlarına baxmayaraq yenə də istəyirlər, yenə də buraxmırlar, yenə də əl çəkmirlər, qol vurmaq istəyirlər. Hər top uğrunda mübarizə gedir sağ tərəfdəki komandada. 8 top qabaqda olmaqlarına baxmayaraq. Qulamın zərbəsi. Bir başa zərbə. Ayak qapısını bağlayamaması ötürmə verdilər. Top meydan səni tərk elədi. Yaxşı ötürmədi. Cavidin də zərbəsi geridə idi. Aradan ötürmə və az qalmışdı ki hesab 11-2 olsun. Amma 12 qaldı. Turan ötürməsi Cavidin ötürməsinin qarşısı Süleyman Orxan kəsir. Cavidin zərbəsi İlkin. Cavid top ötürülür Sənan. Rüstəm yoxdur ortalıqda, Rüstəm oradadır. Rüstəm deyəsən meydan səni tərk edib.
Yox, burada da o əfsanə. Atırma yüngül alındı. İltifat bilmir topu kimi ötürsün. Məcbur geriyə ötürmə etməli olur. Cavid topu ötürür Turana. Turan. Rüstəm. Sənan Rüstəmə ötürmə verəcəkmi? Yox. Aradan Qulama ötürür. Qulam Cavidə Cavid və axır ki bir-birləri ilə ötürmədən sonra hesab arasındakı fərq 7-yə inir. 3-10. Tələsmə, arif oyna. Oradan getdi ötürmə. Valeri'nin ötürməsi top Rüstəmə dəyib meydançanı Valeri'dən tərk edir. Sənan. Rüstəm top ötürür. İltifatın ötürməsi geridə gedir. Əslində bir balaca canlanma var məğlub olan komandanın hücumunda, amma ötürmələr sonunda qeyri-dəqiq olur. Və burada topu itirə bilərlər. Xəqani yaxşı sayılır. Xəqani sürətlə irəliləyir. Xəqani və top Turanda qalır. Zərbə indirirlər. Zərbəsi təyin olunur. Turan dərhal başlayacaqmı? Başlamayacaqmı? Dərhal başlayır. Qulam irəliləyir. Qulam ötürməsi İltifat və gol. Kevin Prince Boateng gözünə gəlir. Dağılmadan 2 gol vurur. Dörd 10 olur hesab. Anti-centilmen hərəkətləri gəlir. Nə bilmirsən, bura paynatkasın. Burada taktiki dəyişikliyi baş verir burada. Yəni də olur. Belə şatı qaytarmaq mümkündür, qardaş. Respekt xahiş edirəm. Digər komandaya respekt. Nəsə dəyişiklik baş verib. Nəsə olub oyunda. Nəsə baş verib. Aqressivləşib oyun. Sənan Rüstəm ötürmədən qabaq İltifat götürür topu. İltifat aradan və indi Cavid irəliləyirmi? Rüstəmli bomboşdur. Rüstəmin zərbəsi top qapının yanından keçir. Ötürmələr gəlir. Turan sıyrılmağa çalışsa da top yenə də Turanda qalır maraqlı şəkildə. Cavid top itirir və indi əks hücum olacaq. Rüstəm çatırmı? Qulam top ötürür Cavidə. Cavid irəliləyir. Cavid top ötürəcək kimə? Cavid hələ ki top özündədir. Turana qaytarır. Turan top deyəsən ilkindən çıxır. İlkin topundu barmaqların ucu ilə. Dərhal ötürmələr baş verir. Turanın zərbəsi ilkin yerindədir. İlkin aradan ötürür topu. Xəqaniyə basıb top ötürür. Rüstəmli Orxana. Xəqaniyə qaytarır topu. Xəqaninin zərbəsində Sənan zədə bahasına da olsa qurtarışını edir Sənan.
Süleyman qarşısını kəsirlər. Qalan topu götürür. Xəqani irəlir. Süleymanlı çox rahat topu götürür. Cavit isə topun qarşısını kəsməyə çalışsa da topu ələ keçirə bilmirsə. Bizə yaxın içində başlayır. Süleymanlı, Rüstəmli, Valeri ötürür topu Rüstəmli Orxana. Rüstəmlin ötürülməsi. Rüstəmli Orxanda qalmır top, amma topu outdan oyuna daxil edəcək. Valeri geriyə. Süleymanlı uzun ötürmə. Turan topu alır. Turan irəli. Turan topu ötürür Cavidə. Cavid sıyrılacaqmı? Cavid yaxşı. Fint. Aradan ötürmə vermək istəsə də top Turanda qalır. Turanın ötürməsi İltifatın zərbəsi. Az qalmışdı hesab arasındakı fərq 5'e insin, amma qapı tirinin yanından bir balaca aralı keçir. Rüstəmli irəli. Rüstəmli top saxlayır və top bitirilir. Rüstəmdən çıxır meydançadan kənara. Hüseyin top Hüseyin'in meydançadan tərk edir. Rüstəm, Turan top gəlmədi, qalmadı ayağında. Top ötürülür Rüstəmliyə. Xəqani boşdur. Xəqani nə edəcək? Xəqani artıq top Süleyman'da qalır, yenə də zədələnir. Ulan top Süleyman'da qalır. Süleymanlımızın ötürmüş Xəqani. Bir zərbə olacaqmı? Zərbə və top yenə də Sənandan qurtarır. Sənan iki komandanın da qapısında deyəndə harca bir 30'a yaxın qurtarış eləyib. Süleymanlı riskli hərəkətlər də orada. Turan. Cavidin zərbəsi barmaqlarının ucuyla da olsa İlkin Bağırov meydançadan kənara vurur topu, dərhal başlayırlar. Top Süleymanlı Orxandan meydançanı tərk edir. Ulan boşdur, Rüstəm boşdur. Rüstəmin zərbəsi. Xəqani aşırma zərbə indirmək istədi. Alınmadı. Son 5 dəqiqə izləyəcəyiz tamaşaçılar. Heç olmasa təsəlli qolları vura biləcəkmi? Heç ona da icazə vermirlər. Və gol. On bir dört. Top Rüstəmlidən gəlir Xəqaniyə. Xəqani. Sənan yenə yerindədir. Rüstəmli.
Top meydançadan kənara daha bir zərbə yenə də Sənan yerindədir. Top ötürür Cavidə, Cavid irəliləyir, Cavid qarşısında Süleymanlı var, Cavid Süleymanlıdan sıyrılır. Cavid qarşısında Hüseyn də var, Hüseyndən də sıyrılır, qarşısında Valeri var, Valeridən də sıyrıla biləcəkmi? Artıq 2 nəfər onun qarşısına almağa çalışır. Cavid. O qədər hərəkətdən sonra baxı dəqiq zərbə indirə bilmədi. Rüstəmli Orxan top meydançadan kənara çıxır. Artıq biz son 3-4 dəqiqəni izləyirik. Hər iki komanda da artıq oyunun bitməsini gözləyir. Və burada Sənan yenə yerindədir. İkinciden zərbə təyin olunur. İkinciden zərbəni Orxan Rüstəmli. Rüstəmli, Süleymanlı, Valeri, Xəqani Abbasov. Xəqani Abbasovun ötürməsi. Qapıya zərbəni vura bilmirlər. Qulam top ötürür Rüstəmə. Rüstəm irəliləyir. Rüstəm top ötürür Cavidə. Cavid Rüstəmə qaytaracaqmı? Cavid Rüstəmə qaytarsa da ilkin bağlı. O top artıq bu biri qapıdadır və inanılmaz bir zərbə, inanılmaz bir topu qaçırır. Cavid Rüstəmin ötürməsi qapıya zərbəsidir bu. Top ilkində qalır. Süleymanın ötürməsi. Sənan irəliləyir, Sənan. Cavidin zərbəsi ilkində Bağırov yerindədir. Və burada zərbə. Artıq hamı oyunun bitməsini gözləyir, şərhçi qarışıq. Çünki bu oyun artıq hesabı da bəllidir, oyun da bəllidir, hər şey bəllidir. Amma orijinal hissəsi gəlmir. Və burada da top çıxaracaqdan başlasalar maç nəhayət ki bitir. Hesab 4-11 və 4-11 qələbə. Gedəriz xeyrə qalsın.